Salam uşaqlar. Bugünkü mövzumuz natural ədədlərin yuvarlaqlaşdırılmasıdır. Öncəliklə qaydaların söz şəklində deyək, sonra misalların üzərində tətbiq edək. Demək, natural ədədlərin ümumiyyətlə yuvarlaqlaşdırmanın 2 dənə əsas qaydası var. Bu qaydaları biləndən sonra misallar üzərində tətbiq etmək daha rahat olacaq. Əgər qeyd olunan ədəd, məsələn, necə? Misal üzərində yazaq. Məsələn, 346 verir. Deyir ki, 346 ədədini onluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdırın. Birinci mənə nə deyir? Onluqlar deyir. Həmən misalımda onluğu tapıb qeyd edirəm. Necə sayırıq? Təklik, onluq, yüzlük. Baxırıq ki, onluq 4. 4-ün altından xətt çəkirəm. Həmişə çalışın ki, qeyd olunan ədədin, rəqəmin altından xətt çəkin ki, sizə tapmaq daha rahat olsun. Baxdıq ki, 4-dür. 4-ün sağında hansı rəqəmdir? 6 rəqəmdir. Onda bizim o 2 dənə qaydamız burada yadımıza düşməlidir. Deyir, əgər sağdakı rəqəm 0, 1, 2, 3, 4 dürsə, bu zaman yuvarlaqlaşdırılması tələb olunan rəqəm eyni qalır. Ondan sonrakılarda 0 yazılır. Əgər sağındakı rəqəm 5, 6, 7, 8, 9-dursa, onda qeyd olunan rəqəm bir vahid artır. Ondan sonraki nə qədər ədədlər varsa, hamısı 0-a gedir. İndi gəlin dediyimizi tətbiq edək misala. Biz baxırıq ki, bizə deyir ki, onluqlara qədər yuvarlaqlaşdır. Baxın, onluğu qeyd elədim 4. 4-ün sağında, həmişə 4-ün sağına baxırıq, sola baxmırıq. 4-ün sağındakı hansı qaydaya aiddir? İkinci qayda. İkinci qayda, bax bunu belə yadımızda saxlayaq ki, bu plus 1 olur. Bu amma heç nə olmur. Olduğu kimi bu qalacaq. Plus 1 olur. Deyək ki, 4-dən sonraki 6-dır. İkinci qaydamıza aiddir. Ona görə bu 4 bir vahid artır. Yuvarlaqlaşdırmanın işarəsi bu şəkildədir. Dalğalı bərabər sanki. 4 artır. Yəni 4-ün üstünə 1 gəlirik. Olur 5. 3 də olduğu kimi qalır. 5. Bu 6-da 0-a gedir. Buna istər burada 4 dənə rəqəm olsun, istər bu 4-dən sonra 5 dənə rəqəm olsun. Hamısı 0-a gedəcək. Deməli, biz 346-nı onluqlara qədər yuvarlaqlaşdıranda alırıq 350. Məsələn, desək ki, 346-nı yüzlüklərə qədər yuvarlaqlaşdır. Yüzlüklərə qədər yuvarlaqlaşdır. Birinci baxırıq, təklik, onluq, yüzlük. Ədədimi qeyd elədim. Mənim yuvarlaqlaşdırmalı olduğum ədəd 3-dür. 3-ün sağına baxıram. 3-ün sağına baxanda nə var? 4 var. 4 hansı qaydaya aiddir? Birinci qaydaya aiddir. Birinci qayda nə idi? Heç biri dəyişmirdi. Yəni qeyd olunan ədəd olduğu kimi qalacaq. Sağındakı bütün ədədlər 0 kimi yazılacaq. Deməli 3-dən sonra 4-dür. Olduğu kimi qalır 3. Bu 4 ilə də 6, ikisi də 0-a gedir. Yəni 0 yazılır. Yəni dedim ki, istədiyiniz qədər burada ədəd varsa, yuvarlaqlaşdırandan sonra onun hamısının 0 yazırıq. Gəlin bir başqa misala baxaq. Bu qaydanı qalsın burada. Çaşmayaq deyə hər dəfə təkrar edək. Məsələn, necə bir ədəd götürək? Məsələn, götürək 5789. Məsələn, deyir ki, bu ədədi minliklərə qədər yuvarlaqlaşdır. Baxıram, təklik, onluq, yüzlük, minlik. Minlik 5-dir. 5-in sağındakı hansıdır? 7-dir. Hansı qaydadır? İkinci qaydadır. Neyniyəcək? 5 bir vahid artacaq, digərləri 0-a gedəcək. 5-i bir vahid artıranda oldu 6, 7, 8, 9 da 0-a gedəcək. 1, 2, 3. Deməli 5789-u minliklərə qədər yuvarlaqlaşdıranda 6000 alınır. Digərinə baxaq, başqa bir misala. Məsələn, deyək ki, 635 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yenə qeyd edək, təklik, onluq, yüzlük. Mənə yüzlük deyir. Baxdıq qeyd olunan ədədin sağına. Qeyd olunan ədədin sağındakı 3-dür. Hansı qaydaya aiddir? Birinci qaydaya aiddir. Birinci qayda nə idi? Heç nə dəyişmirdi. Ədəd, qeyd olunan ədəd olduğu kimi qalacaqdı. Digərləri 0-a gedəcəkdi. Yenə 6 olduğu kimi qalır. 3 ilə də 5 0-a gedir. Yuvarlaqlaşdırma bu qədər. Məncə başa düşüləndir. Çox da çətin deyil.
Sadəcə o qaydaları bilməklə, bu 2 dənə qaydanı bilməklə bizə verilən bütün ədədləri, natural ədədləri yuvarlaqlaşdırmasını yazmış olarıq. Bugünkü mövzumuz da bu qədər. Digər mövzularda görüşmək ümidi ilə.